Hamımız danışırıq ki, nəslim belə elədi, filan kəs elədi, əmim belə elədi, dayım elədi. Nəslimiz kimdir? Bizim onlarla nə aidiyyatımız var? Təsəvvür edin ki, bir ağacdır və onun kökləri var. Bir ağacın əgər kökü yoxdursa, o bar verə bilərmi? Verə bilməz də, düzdürmü? Düzdür. Yəni güclü kökləri olmalıdır ki, barımız da daha faydalı olsun və biz ondan istifadə edə bilək. Nəsil də eyni. Eyni mövzudur. Bizim nəslimiz nə qədər ki, daha dərin, daha nə bilim uzun olsun, belə insanların ömrü falan çoxlu uzun olsun və yaxud da həyatları fərqli olduqca, bu da bizim həyatımıza birbaşa təsir eləyir. İlk öncə onu demək istəyirəm ki, bunu belə bir izah eləyə bilərəm ki, təsəvvür edin ki, bir yaddaş kartıdır, iCloud, yəni bulud. Orada bizim hər informasiyamız orada yerləşir. Telefonumuzu dəyişdikcə o informasiya orada dəyişmir. Necə var, elə də qalır, düzdürmü? Yığılır. Yəni, əgər orada hər hansı bir virus varsa, biz o virusu təmizlənməmiş yeni telefon aldıqda, o virus keçir yeni telefonu və yeni telefonu xarab eləyir, düzdürmü? Eyni. Və biz deyirik ki, ayda mən təzə telefon almışdım, bahalı. Amma virus onu çöktürdü, xarab elədi. İndi hal-hazırda o bahalı telefon oldu lazımsız bir telefon. Eyni sistemdir. Mən ruhum bir yüksək məni var. Hər kəs bu sözü eşidir, amma nə olduğunu bilmirik. Heç bilməsək də olar. Sadəcə bilin ki, bizim bir yüksək mənimiz var. Bizim oradan bir parçamız gəlir hal-hazırdakı bu həyata. Məsələn, bir kəmali olaraq mən doğulmuşam. Həmin o atmanın, o yüksək məni başqa bir yerdə də ola bilər. Sizdə də ola bilər. Mənim bir atmanım, yüksək mənimin bir parçası həm məndə, həm sizdə ola bilər. Kəmal xanım, bunu əl timsalında göstərsək, bizim yüksək mənimiz budur, bu hissədir. Bəli, əldir. Bu əlidir. Bəli. Amma gələn ruhumuz bir barmaqdır. Bir barmaqdır. Amma bu hissə hansı ki, bu dairəvi hissəmiz? Bəli. O gəlmir. O gəlmir. O gəlmir. O elə orada da qalır. Aha. İndi Atman nədir bəs? Atman. Atman mənim yüksək mənimdir. Aha. Mənim bütün ruhumun reinkarnasiyada yaşadıqlarım mənim elə bil kəmali olaraq bir də doğulmayacam axı. Mən bir fərd olaraq hal-hazırda doğulmuşam. Mən sonra məsəl üçün Tatyana olaraq doğula bilərəm və yaxud da Vov olaraq doğula bilərəm. Düzdürmü? Misal olaraq. Düz. Bu mənim ruhum qayıdır yüksək mənə. Öz təcrübəsini aldı, öz dərsini aldı. Başa düşdüm. Daha sonra reinkarnasiyaya gedir digər ruh. Bəzən reqressiyaya girəndə, mən indi izah eləyəcəm nəsil nədir. Ona gətirirəm. Bəzən biz reqressiyaya girəndə bizim gördüyümüz keçmiş həyatlarımız əslində bizim deyil. Paralel eyni yüksək mənin fərqli insanlarda yaradılmış o aldığı təcrübələrdir.